Bax. Nəyə başlamaq istəyirsən Aylin? Gör nə almışam re. Bu qutab, nə qəşəng. Öyrədim də sənə evində bişir sat. Hə? Hə. Kursu neçədir? Heç neçəyə pulsuz. Bilsən, göyərti yoxsa ətli? Hamısından bişir sat. Gəlirəm. Ünvan de sabah otlov zat götür. Yox, sabah gəlmə. Sabah işlərim var. Bir gündə falan gəl. Gəl öyrədim sənə. Bir də nə edeyim? Qutab satım. Yox, qutab satma. Evdə başqa işlərlə məşğul ol. Qutab satmaq sənlik deyil, qızım. Gör nə deyirəm. Nə iş görmək istəyirsən? 8-də açılır Timberland nədir? Gözdə qızlar, bir də oyun qutarsın, söhbət eləyəcəm. Hə. Hə. Hə, Aylin, nə ilə məşğul olmaq istəyirsən? Mən hələ bilmirəm. Afisant işləyirdim də, mən çıxmışam indi iş axtarım orucluqdan sonra. Qoyursan uşağı bağçaya. Gedir. İcmaya gedir. Dövlətdə ora özəl. Özəl. Kameraya baxıram ona görə. Nətər? Kameraya baxıram da, Nərmin kameraya. Özələ qoymuşsan da bağçaya. Kameraya baxıram. Bax, o bağçaların birində sən gedib işləyə bilərsən. Uşaqlara baxmaq üçün, mətbəxdə köməkçi işləyə bilərsən. Nərmin, mənlə nəzərlərsən. Yox, Qurana and olsun deyirəm. Qurana and olsun deyirəm, mən o boyda paltar yerlərində bu vəziyyətə tutmamışdan qabaq mən də model işləyirdim də, yəni. Bax bir səhifəmə, mən gedəcəm bağçada uşaqlara baxacağam. Mənim işim o deyil axı. Ay qız, gedib afisant işləyirsən ki? Deyirsən afisant işləyirdim. O boyda uşağa gedib baxa bilərsən. Baxma, uşağa baxma. Bağçada başqa bir iş versinlər sənə. Uşağın yanında olsun. Xahiş elə. Gedib bağçada işləmirsən, ay bacı. O da düz fikirdir. Amma vaxtında o təklif mənə gəldi. Oy, məzələri uğrananız. Bəlkə sən düzəldəyib baxcaya. Yox, ehtiyac deyil. Hə, indi başqa nə iş işləmək istəyirsən? Ay can, Nəzrin. Can, yox, narahat olma. Hə, uşaq qızın anı. Qızım. Hə. Orada gedir belə bir ki, bu günlər getdim dırnağa. Dünən qorxuluğu var idi, qurğuşunu tökdürdük. Mənim meseslərə bir xalam var, Aynur. Hə. Bunlar mənim. Dırnağımı düzəltdim, elədim. Dedim ki, bəs bu günlərim gedəcəm reklama. Mən Xinçiska reklamına gedəcəkdim bu günləri. Yasamalda salon var ora. Hə. Elə oldu ki, bu dırnaqdan gec çıxdım. Qız da dedi ki, sabah gəl. Dedim, qalsın, get götür, qalsın sizdə. Sabah axşam gəlib götürəcəm. Sabah axşam gələrsən də görərsən qızını. İstsən gəl gör. Evdə olur. İnşallah gələrəm. Çox şirin qızım var. Allah bəxtin, talehin gözəl eləsin. Allah sənin də qızını saxlasın. Mən də sənin qızını bəyənirəm şey. Mən də Xoşqədəm xanıma yanına. Sən axtarıram. İnşallah. Yaxşı olar. Xıram da oradaydım da. Çağırırlar indi birinci gün gedəcəm. İnşallah. Çox sağ ol sən elə. Hə, yox Zarina birdən-birə yazdın onu görə. Ora çıxanlar qabağa gedir də. Görək mənim axırım nə olacaq. Hə. Qızlar ekranları tıklayın. Nəzrin Yusif, xoş gəldiniz. Necəsiz? Hay can. Nərmin, orada mənə təhqir eləyənlər var. Heç kim yoxdur, ay ürəyim. Heç kim sənə heç nə yazmır burada. Narahat olma. Əksinə, mənə xoşum gəlir. Qoy yazsınlar. Sən ol. Söylə qabağa getmək var. Ondan oyanası yoxdur. Mən də qabağa gedəcəm. Baxarsan. İnşallah Aylin, inşallah. Aylin, dırnaq öyrən, dırnaq. Ay bacı, malları zadı bahadır, şeyləri. Ay Nərmin, sən takib atıram. Hə. Sən də mənə at. Sən nə edirəm? Deməli,
mən getdiyim kosmetolog var. Sən getmirsən Da Vinci klinikasına? Ay qız, bir dəqiqə gözlə, deyirsən ha dırnağın. Sədərəkdə su qiymətlidir. Səhvən də var, canlı da açırsan. Get dinə mənə 2 dənə lak ver, yeni işə başlayıram. Bir dənə aparat ver. Dama göl olar. O vaxtı eləməyə çalışdım. Yavaş-yavaş adam öyrənir də o sözsüz. Prosto mən bilmirəm niyə bax bu əlindən bu əli eyni eləyə bilmirəm. Bəs deyirəm də sənə get kurslara. Sən harda qalırsan? Deyəsən Xırdalanda qalırsan? Yasamalda. Ay, amma yo elə bildim Xırdal. Deyəcəkdim ki, Xırdalandan mənə tanış dırnaq ustalarım var. Deyərdim gedib onlarda pulsuz öyrənərdim. Nə olar ki, qızım balacadır, Aylin. Mən sənə deməyim, sən acığıva gəlməsin. Sənin uşağın balacadır, evdə qoyub çıxa bilmirsən. Evdə özün üçün başını qatmağa nəsə elə. Başa düşürsən? Yox, hayır, mən başa düşürəmsə, mən səhv istəsə demirəm ki. Mən Elnurla təzə ailə quranda Elnur mənə dedi Bakıda qalmayacaq, İsmayıllıda yolun qırağında qalacaq, dedim yaxşı. Mən hamilə olana qədər, uşağı dünyaya gətirənə qədər, uşağımın ayağı yerə dəyənə qədər qarnım belə idi, qutab bişirirdim. Dünyaya gətirdim, şanla belimə bağladım, qutab bişirdim, uşağımın ayağı yerə dəydi, çıxdım Bakıya gəldim. Çünki uşağıma təhsil verməli idim. Mən elə bir yerdə qalırdım ki, dağın başında. İsmayıllı mənə 38 kilometr, Şamaxı mənə 28 kilometr uzaq, dağın başında. Nə qonum var idi, nə qonşum var idi. Gecə ilə qızdırmamız qalxırdı Türkçə çarələrlə. Qaynanam ot göndərirdi ki, qaynat ver, qızması kəsəcək. Mən onu sənə demək istəyirəm. Sən bayaq mən pis başa düşdüm. Billəmə, sən indi rayonda doğulmusan. Bax, mənim həyətimdə bağça var, düzdür? Nərimin, başa düşməyəsən, sən rayonda doğulmusan, rayonda böyümüsən, sən rayonuna doğulmusan, orada böyümüsən, başa düşsən? Sən də indi oradan gəlmirsən də, düzdür? Mən Bakıda doğulmuşam, Nərimanovda doğulmuşam, Nərimanovda böyümüşəm, Bakıda böyümüşəm, Bakıda görmüşəm. Bacı, harda olmağın nə önəmi var ki, insanın qanında olmalıdır çalışqanlıq. Hamilə vaxtı belə əziyyət çəkmişəm, mən bu əziyyətləri görmüşəm. Bacı, qurban olum sənə, TikTokda bir sən nə qabağıma çıxır, başıma dönüm. Biz gedib təpiyi döyürük, gecə-gündüz əziyyət çəkirik, bu söylür, buna tüpürürlər, bunu silirik, buna tüpürürlər. Cəmaatın əli, qolu, əzası, ağlı başı kat qoyur, pul dilənir. Bu nə qədər düzgün bir şeydir. Mən də qoymuşam, neyiniyim? Sənlik deyil. Mən bilmirəm sən pul qoymuşsan. Əməliyyat danışmışam, Allah hamd olsun. Həci var, həci. Sən gedirdin, O məndə mesaj var, yazmışam ki, gəlim işləyim, gəlim işləyim. Mənə yazıb ki, liposuksiyasız xanım götürülmür işə. Mən də əməliyyat danışmışam. Qoydururam, gəlirəm yanınıza. Aşkım, sən mənim yanıma gələ bilmərsən. Mən orada işləmirəm artıq. Bir də mənim onlara böyük hörmətim. Onu özün bilərsən. Mənə bax, Aylin, mənə bax, Aylin. Səni heç kim işə götürməz. Sən belə aqressivlə, belə insan, sən nə davadavasan qızım sən. Bax, mən sənə bunu deyirəm, Yox, bax, mən sənin üçün başqası deyiləm. Mən sənə sadəcə canım yandı. Mən sənə məsləhət verirəm ki, özün bilərsən. Bax, mən sənə bir söz deyim. Telefonda danışılan telefonda qalar. Bir, səni heç kim işə götürməz. Bu iki, çalış. Həci mənə yazıb ki, liposuksiya elə gəl. Ay bacı, paltar üstündə yaxşı qalmaqdan ötürü bəlkə də deyiblər. Ay bacı, mənim varımız da təbii. Eybi yoxdur, qızım, qızım, onu səndən həci telefonda danışıb da, sən bu boyda kütlənin içində niyə o sözü deyirsən? Onu bir sən bilirdin, bir o bilirdi də. Mənə nə lazımdır o? Mən geyim reklam edirəm, yoxsa arxamda? Ay bacı, indi bunu təklif edirdi. Xoşundur, işləmə. Heç dəxlisi var, işləmə model, ged işlə başqa şey. Bəli, Aylin, nə olub sənə? Əlin, ayağın, əzan, qolun, nə olub? Sağlamsan, haran ağrıyır qızım, heç yerin. Mən bilmirəm, amma sən kart paylaşırsan. Yadındadır, bir dəfə sən canlıda məni yıxıb sürüyürdün. Amma görsən, mən öz tərbiyəmi qorudum, sən aldım canlıya. Ay, niyə sən... O vaxtı mən eləmişdim, sən də söz soxmuşdun ki... Mən? Heç kim barmağın qattalayıb 2016-cı... Ay, nəcib, yaxşı da, sən Allah yaxşıdır, gülməyim gəlir, sənin. Sən deyildin deyən ki, mən köməyə atlanıb düşmə, otur. Mən belə eləmirəm, mən eləmirəm. Ay qız, mənə bax, ay qız, sən Allah. Ay qız, bir dəqiqə gözlə, bu platforma da hər kəs öz dediyinin üstündə durmur, bəzilərindən söhbət gedir. Həyat davam edir, heç kim bilə bilməz sabah başına nə gələcək. 6 il bundan insanam da səhv eləmişəm, düşünmədən sözü ağzımdan çıxartmışam. Ay sağ ol, ay sağ ol. Amma mən sənə bir dənə onu deyə bilərəm ki, kimlə telefonda nə yazışmaların varsa, burada o sözü demə, o sənə minusdur. Niyə mənə minusdur ki?
olmaz da, olmaz. Mən sənə demədim ha kart Mən paylaşırsan. ona yazmışam ki, Aylin, bu platformada tək sən deyilsən, kart paylaşan qızım, hamı paylaşır. Başa tək sən deyilsən. Mənsə sənə düşür, atasız bala böyüdürsən. Cəmaatın uşağı yox, köşəyi yox. Evinin mebeli, evi, eşiyi kart qoyub pul qazanır. Atdız 50 qəpik gəldi, sağ ol. 20 qəpik az bizim anamız ölsün. İki əli iki ayağı olmayan kişiyə baxıram. Bizim anamız ölsün. Tək qadınam 31 yaşım var. Bütün belə pis lazım gəlsə imkansız ailəyə də yardım eləmişəm. Mənəvi maddi heç kimdən dəstək olmamışam. Elə 5 ildir bu TikTokda. Yox, geçər 1990 ağıllı insansansa əgər, nervivi qoy qırağa 95 təvəllüd 30 yaş eləyir. 31-in içinə girmişəm. Allah belə yadımda qalıb. Yox, qal o normal bir şeydir. Çünki sən məni ola bilər izləmisən deyənə, nə vaxt izləmisən o vaxtda da yaş söhbətim sən qabağıma çıxır. Hər gün. Ay, mən bax, eşidirsən, mən bir sözüm sənə pis təsir elədi. Dedim ki, get bağçada işte qayıtdım məbirlərini, sən gedib uşaqlara baxa bilərsən. Gedərəm, baxaram. Bu gün orada çörək varsa, Aylin, mən baxaram. Başa düşdü. Bəlkə hansısa bağça müdirəsi deyəcək ki, bax, mənim həyətimdə bağça var. Elə bir valideyn var ki, uşağın ora qoyur, valideyn də gedib orada işləyir. Aya 550-600 manat maaş alır. Aya nə qədər qazanarsan, Nərmi? Mən demərəm, o mənim öz şəxsimdir. 500-dən dolana bilərsən. Ay, Aylin, yox yerdən kiməsə də kart qoy, sabah kart bax, indi sənə bir söz deyim, real söz. Səni qoşdum bura. Mən də gedirəm də reklama, mən də reklamdan dolanıram. Aylin, mən də sənə reklam verə bilərəm, amma biraz sakit ol. Bax, biraz mən sənə gör nə deyirəm. Yenə deyirəm ha. Niyə ancaq elə fikirləşsən? Mən niyə belə başa düşürəm? Bax, Aylin, səndən düşmançılığım yox, qohumluğum yox. Çörəyim gəlmir, suyum gəlmir. Bax, yox, ehtiyac deyil, öpbə. Mən sənə çörək verə bilərdim, özümlə reklama apara bilərdim, dəstək ola bilərdim. Amma çalış, telefonda sənlə kim nə danışdısa, onu ictimailəşdirib burada demə. Nüfuzdan salmaq söhbəti var. Demə. Onsuz da bizim başımıza gələn qədər gəlib. Bilirəm, başa düşürəm. Atasız uşaq böyüdürsən, sənə dəstək lazımdır. Mən səni oyuna aldım. Hamı altdan yazır ki, dilənçi gəldi dilənməyə. Bu sözü sən qəbul edirsən, yoxsa 500 manat maaşı işləməyi qəbul edirsən? Onlar yazsınlar da, vallah deyirəm, hamıya yazsınlar. Amma mən icazə vermərəm. Amma mən 6 il bundan qabaq demişdim, yaxşı kişinin arvadı göbəyə çıx gəlməz. Bu gün özüm öz ayağımın üstündəyəm. Gücsüz qadınlar mənə güc gəlib yıxmaq istəyir, amma gələ bilmirlər. Əcəb eləyirsən. Bəli, işimdir. Mən real həyatda göbəyə çıx geyinmirəm. İşimdən ötürü geyindirəm, çıxardıram, təhvil verirəm 5 manat çörək. Amma mən bu gün əyləncə platformasının, dilənçi platformu, bu nə də çevirirsən, atasız uşaq çevir. Biz də böyüdürük də. Bizimki milyonçu deyil ki, qaz vurub qazan doldurmur ki. Bizimki biz də böyüdürük də, biz nə böyüdürük? Mən sənə onu demək istəyirəm ki, kart qoyub burada pul yığmaq yaxşıdır, yoxsa 600 manat maaşı işləmək yaxşıdır? Məncə o maaşı. Mən dolanaram. Mən şəxsən dolanaram. Sabahları qoy mənə kimsə dilənçi deməsin, mən dolanaram. Bax, Aylin, yenə deyirəm ha, bax, burada 6500 adam var. İstəyir mənim üzümə tüpürsünlər, istəyir söysünlər, istəyir döysünlər, istəyir. Onsuz da bir İstanmışın yağışdan qorxusu yoxdur. İstanmışın yağışdan qorxusu yoxdur. Mən sənə bir bacı kimi, bir qadın kimi məsləhət görürəm ki, çalış deyirsən ha, kimsə mənə deyir, get ora qoydur, bura qoydur. Şükür Allaha, bəli, mən liposakşın olmuşam, amma ora bura qoydurmamışam. Elətdir, mən liposakşından sonra videolar çəkmişəm, ödəmim olub, bədənim şiş olub. Mən 53 kiloyam, mənim haram var ki, taxta, sən məni canlı görsən, bu boydayam mən. Qurana and olsun, innabiyə oxşayıram. Vallahi deyirəm, mən çox arıq adamam. Qadın var paltarı üzərində yaxşı daşıyır, qadın var pis daşıyır. Deyib sənə, eybi yox, canı sağ olsun. Sən onu burada demə. Sənə kim işə götürərsən? Sən hamı paxırını açıb burada üzünə deyirsən. Demə bacı. Dilini şirin elə. Bu platformadan kart kodunu yığışdır. Özünə bax, sən mənə söz atdın ha, indi oxlovu göstərdin ha mənə. Aylin, mən fəxr edirəm, qutab bişirmişəm. Mən bu platformaya kiminsə tanıdığı, kimdir, Nərmin kimdir, filan kəsin gəlməmişəm. Nərmin kimdir? Qutabçı. Nərmin kimdir? Xoşgədəm xanımın bir sağ olsun. Xoşgədəm xanım kimdir? Elimin bir qızı. Efir olub 4 il yarım evli olmuşam. Getmişəm, müraciət eləmişəm. Qız mənə qapısını açıb diz çöküb deyib baş üstə. Deyib hanı bəy? Demişəm bəy evdə. Deyib sənə toy eləyirəm. Heç nəslimin kökümün mənə eləmədiyi toyu Xoşgədəm Hidayət qızı eləyib. Sağ olsun onun vasitələri. Yox, klonluq eləmə Aylin. Qalx ayağa, eləmə klonluq. Səni çıxardacam, blok eləyəcəm. Qalx ayağa. Qeyrətli xanımı. Bəli. Elə eləmə. Elə kayıtlara düşəcək vəziyyətdə deyilsən sən. Vallahi eləmə. O məndən eləmə onu. Mən sənin üçün uşaq deyiləm. Onu məndən eləmə.
Mən sənə bir dənə bunu deyə bilərəm ki, bağlamama qapını dinə narahat olmasın. Mən sənə dedim ki, sən belə cırnadın. Mən sənə deyirəm, get bağçada işdə qaydı, mənə deyirsən ki, bağça yaz. Sən telefonu açırsan, PK-ya qoşursan, gedib kirayəyəm mən, kirayə. Gördəyəklə oxlu nədir? Yaxşı, okey. Duxun çatır qutab pişirmə evində. Sabah sənə gəlib evində qutab pişirməyi öyrədəcəm. Pişirməsən kişi qızı deyilsən. Allah qabiliyəm ha. Pişirməsən qutab kişi qızı deyil. Yaşa qızsan ha, adamın ulğumu olar. Kişinin ulğumundan çox qadının ulğumu olar. Sənə deyib, mən həcini 1 il 5 ay güney ticarətdə işləmişəm deyə tanımıram ha. Mən həcini 20 ildir tanıyıram. Böyük hörmətim var. Hər zamanda mənim yanımda onlara qarşı kim nə deyərsə, bax belə lazımınca eləyərəm. Amma səni eləmədim, həm cinsi, qadınıq. Demə, filankəs mənə dedi, bunu qoydur, onu qoydur, onu qoydur, bunu qoydur, demə. Sənə yaraşmaz bacı. Bəlkə də sabah mən səni özümlə başqa yerə aparacaqdım işləməyə. 5 martında qoyacaqdım ki, Aylin, get qazan. Aylin, evi yox, balan var sənin, övladın var. Niyə kimsə desin ki, Aylinə bax, kart qoy. Uşağın paltarına bax, dünənə qədər kart qoyub paylaşırdı. Demə, mən gedərəm, bəli, sənə sabah qutab pişirməyi öyrədəcəm. Pişir, zakazlarımı götür, sənə qarını da alınan yeri, sənə elə bir qutabın reseptini verəcəm ki, doğma anam belə məndən istəyəndə o resepti vermirəm, amma mənə məxsusdur. Sənə verəcəm onu, gedib pişirərsən, öyrənərsən. Mən səni atmışam PK-ya, gedib xaladenik üstündə 4 ayaqla oxlu göstərsən. Gör sən məni öz aləmində sındırdın. Ay qız yox, deyirəm ki. Ay qız yox, Nərmin ürəyim, Nərmin. Belə Aylin, PK qutarsın, səndən sağollaşacağım, ürəyim, sənə takib atdım. Ürəyin nə vaxt istəyir, gəl bizə, mən sənə evimdə də qutab pişirməyi öyrədim. Odunla pişirmək sənlik deyil. Evdə bir dənə tok sacı alırsan, bacı, sənin və sənin kimlərin qanındadır işləməmək. İnan, o qədər işləməmisiniz ki, işləyəndə pis olursunuz. Aylin, Allah haqqı, məni düz başa düş ha. Yenə deyirəm, bax, səni nə təhqir eləyirəm, nə tənqid eləyirəm. Yenə deyirəm, mən icazə vermərəm Azərbaycan qadınların kimsə əssin. Heç vaxt eləmərəm. Bax, söydüklərim, məni söyürlər, atıram səssizə, gedir hansısa bir videomun altından pis-pis sözlər yazır. Yığıram, gedirəm evinə, deyir, mən eləməmişəm. Qızım eləyib, oğlum yazıb. Birinə dünənləri evinə getmişəm, deyir, qızım boşanıb, götürüb sənə hirsin, səndən çıxıb. Mən qardaşım almayıb ki, boşuya qardaşım. Qurban olub, mənim qardaşım almışdı onu, sən qızın ilə hamı, mən də bacım boşanıb. Mənim bacım niyə girib canlıda birini söymür? Söysün də tutub ağzını cıraram. Heç kimi söymək olmaz, təhqir eləmək olmaz. Sənə yenə deyirəm, Həci bizim qardaşımızdır, Həci bizim ürəyimizdir, Həci bizim vaxtı ilə əlimizdən tutub bizə pis adam deyil. Lazım deyil. Yenə deyirəm, qutab pişirmək istəyirsən, hamı burada yazdı, o qız səndən məzələnir, mən sənə cavab vermədim. Yenə mən atdım kiçikliyimə. Çünki əsəbisən, son vaxtlar sənin kayıtlarıma falan baxıram, qız uşağı böyüdürsən, istəmərəm sənin qəlbivə deyim, bayramın bayrama qarışan vaxtıdır, lazım deyil, yaxşı? İndi sən qutab pişirməyi istəyirsən, gələrsən bizə, mən səni... Ayın 8 mart günü gəlişirik, qutab pişiririk bir yerdə. Problem deyil. Tok sacı alırsan evində, oxlu xəmir alırsan, zakaz götürürsən. 50 qəpikdən Bakı qutabı pişirirsən. Nazi yuxaları yayırsan, pişirirsən. Vallahi otur belə 600 manat maaşı bəyənmirsən, get əlinin əzib. O desinlər ki, eybi yox. Söz deyirəm, bax deyirsən 600 manat maaşı. Mənim anamın evindən çıxmışam da, bir yerdə yaşamıram. 400 manatdan o yana evlər yoxdur da, kirayə 400-500 manatdan yoxdur. Lap 700 manatdan aşağı yoxdur. Deyirsən 70 manat verim, deyir yox 100 manat. Sən deyirsən ayda 600 manat. Bunu şirin elə, şirin elə, bunu şirin elə, get qalaman. Aydınlıq verirəm. Ayda 600 manat maaş, böyle 400 manat ev. Ay xanım, demədim ki 600 manatdan qazan, səhvələr işlədirsən. Ay xanım, Instagram səhvəsi aç özüvə. Tortuvu gör. Bax, mən uşaq evinə gedəndə 5 dənə tort səhvəsinə Instagramdan yazıram ki, mənə 5 dənə tort pişirin. Deyir, niyə? Ödənişlə deyirəm, yox, mən səni reklam eləyəcəm. 5 dənə tortu alıram, birini evimə gətirirəm, məsəl üçün 4-ünü aparıram uşaqlar evinə. Mən ömür boyu kart qoyub burada demərəm ki, mənə pul atın, kirayəmin pulunu verim. Mənim bu günləri anam məni evdən qovsa da... Sənə, bax, çıxma. Deyirdin, belə geyinmərəm, görsən geyindin. İndi demək ki, kart qoymaram, güncələr qoyarsan. Aylin, mən demədim ki, demədim, mən onu demədim, qoymaram. Bəli, mən kartı qoyaram. Ehtiyacı olan ailələr üçün dekabr bayram günü 2 ailəyə yardım yığdım.
Bəli, Baxımsızlıq hə, mən deyirəm, düz deyirsən, ilgələr o olsun düz içində deyirsən, qoyar. olmaz düz deyirsən. O qədər bu həyat elə bir şeydir ki, olmaz deyə olar. Bəli. Mən üzə pox yeyib qələt eləyərəm, üzr istəyirəm böyüklərdən burada dönə-dönə. Bir də eləmərəm, olmaz demərəm o sözə. Amma qaldı ki, mamam var, pis yaxşı. Şirin elə bunu, get qal yanında, özünü tutana qədər. Mən o öcə yanında böyümüşəm. Bu nəyini şirin eləyir? Niyə nə olsun ki, öcəyə belə pis çıxmasın, nə olub buna? Öcəydir də, nə olacaq? Heç valla doğmadan da yaxşı baxır bəzi öcəklər adama. Az deyirəm, öcə yanında böyümüşəm. Hani indi o öcək ana? O ayrıdır, indi öz anamdır bu. 400 manatlıq evdə qalma. Bir dənə balaca qızım var, o da görürəm sakit uşaqdır. Get qızlarla. Nəzərlənirsən, Google-a bir dənə yaz, yalanlar şəkillərdir. Yığırsan, gedirsən, bomboş tualet boydadır otaq. Get bir də yaşlı bir qadına qulluq elə qal onun evində, sığın ora. Yəni Aylin, sən hardan deyəcəksən, mən oradan da vuracam. Mən 2003-cü ilmi? Yaşlı qadın əlinə nəsə olsa əlimdə qalsa nə olacaq? Heç olmaz, nə oldu? Nə olacaq? 2 əli 2 ayaq olmayana 12 ildir baxıram, nə olub ki? Quzağıma salanda hamamda da şələxə o yıxılmışam, qıçım göydə qalıb. 4-cü mərtəbədən düşəndə pilləkəndən yıxılmışıq. Nur yumbalanıb top kimi mən də altında qalmışam. Hamama çimizdirməyə girmişəm, ayağım sürüşüb. Sürüşmüşük. Başımız şiş, burnumuz qan, heç ölməyib ki. Nə oldu elə sən apardın ölümə. Kişi qızısan Aylin, hardan dedim oradan da vurdum. Halal olsun sənə. Gəlirəm sən qutab bişirməyi öyrətməyə. Buxun çatır qutab bişirmə. 50 qəpik göy qutabı 1 manat, ət qutabı 70 qəpik qarın qutabı. Bişir sat. Qoy hamı da desin ki, hə, biraz da dili şirin elə. Məndən sənə. Mən də sənin kimiyəm. Mən aqressivəm, egoistəm, qınamıram. Həyat səni belə eləyir. Qayğı görməmsən, sevgi görməmsən. Başa düşdün? Hanı uşağın atası aliment versin sənə? Alimentdə qalxıb. Mənə göstər, bayağı da göstər, sözlüyü də göstər. Sən mən qələt görməmişəm, göstər. Yox, mən qələt edirəm. Mən özüm nə gün deyəm ki, kiməsə də yol öyrədim. Prosta gördüm ki, canlını açan kimi 4 ayaqla oxlu ilə güya indi sən mənə şey aşağılamaq istədin. Yəni dedim, o döl də balam, o döl. O döl, qurban olum. Hədə valla dedim, o döl yəni. Satmaq istəyirəm. Niyə belə edirsən? Yaxşı edirsən də, əcəb edirsən Aylin. O da gedib indi kimin evində kiraya qalmısan, kirakeşin oxlusu ilə 4 ayağın. Sən heç pulun milyonun da olsa gedib 4 ayaqla oxlu almarsan az. Gedib bağçada əli quru, ayağı quru işləməyən gedib evində qutab bişirəcək. Az Nərminə də yox 31 yaşım olsa da bax 50 yaşıma arvada oxşuyuram. Peraşkı satırdın ki. Sən peraşkı satırdın bir ara. Mən peraşkı satmamışam. Mən 7 il qutab bişirmişəm. Mənim peraşkı satmaq mən peraşkı bişirə bilmirəm. Belə də ki peraşkı satanların bu dəqiqə namusluların belə əlindən yox ayağının altından öpüm. Nə olur peraşkı satana? Peraşkı bişirmək ayıb bir şey deyil ki. Bu qədər peraşkı bişirən ana bacılarımız var. Əzim, mən peraşki pişirməmişəm, təndir çörəyi pişirmişəm, ləvəngi pişirmişəm, qril pişirmişəm. Ondan çox çeşid fərqli qutablar pişirmişəm. Və mənim qutabıma ikinci rəqib tanımamışam. Qutardı getdi. Və mən o resepti də sənə verəcəm. Get pişir. Hə, qutardı getdi. Deyirəm ki, Nərmin, peraşki satırdım. Sonra çatdıra bilmədim də, yaxşı alınmadı xəmirim. Bir də ki, popcorn eləyirdim, kuloka yığırdım, 1 manata parkda satırdım. Bəli. Vallahi satırdım. Heç nə bağışla ömrüm. Niye kışkırırsan? Bağışla heç nə. Bu öyle reddedem onu buradan. Tamam. Bezdim daha senin kışkırmalarından. Bayramın günü beynimi xarab eləmədi. Yatmışdın da. Niye kışkırırsan? Tamam, yaxşı, bağışla. Hətta hızırdan ötürü məni qoymursan yatmağa. Mən dedim də qapını bağlamam. Ne kapıya həyətə gedirsən, camaat gəlsin mənə arvadıma nə olur? Bizdə qrup var ona görə. Tamam, yaxşı. Qutarsın oyun, hörmətsizlik eləməyim, çıxardım ömrüm. Ne oyun, niye davay bağlı zanlının malını etdi. Şimdi alacam əlimə saplayacam hamurdu. Eləmə ömrüm. Başıma dönərəm. Bayramın günüdür, qurban olum. Bitsin oyun, sağ olasın. Sən ödəyərəm ha, beynim xarab eləmə ha. Baş üstə. Çıxsın da nə deyək? Aylin, özünə yaxşı bax quzum. Bayramın mübarək olsun, Allaha əmanət.